Cəlilabadda taxıl sahələrində sıçanabənzər gəmiricilərin sürətlə artması fermerləri ciddi şəkildə narahat edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında tədbir görülməsə, bu il məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər. Cəlilabadlı fermerlər həyəcan təbili çalırlar. Səbəb isə taxıl sahələrində sıçanabənzər gəmiricilərin sürətlə çoxalmasıdır. Bu il səpin mövsümündən etibarən havaların quraq keçməsi, yağıntıların az olması zərərvericilər üçün əlverişli mühit yaradıb. Fermerlərin sözlərinə görə aparılan kimyəvi dərmanlama belə vəziyyəti nəzarət altına almağa imkan vermir. Keçən ilkinə nisbətən 50% aşağıdır. Məhsuldarlıq çox, itki çoxdur. Həddindən artıq itki var. Gözü də çəkib görəsiniz inşallah. Görünə boyda sıçan bizdə zülm edir. Əməli başı təzən elə bir ki, traktorla şum vurdu. Sənə bu qədər eşib dağılıblar, yeyiblər. Bu dəqiqə kütləvi sürətdə hamı bu işlə məşğuldur. Ancaq bu gəmiricilərin əlbəyaxadı olur, belə deyək. 10 hektar, 15 hektar yer əkirəm. Hər 3 gündən bir, 4 gündən bir nəzarət edirəm taxıllarıma. Bu illərin yağıntının az olmağından əlaqədar gəmiricilərin artıq olması bizə çox ziyan vururlar. Hər 2 gündən bir, 3 gündən bir nəzarət edirəm. Yenə ondan belə qarşısını almaq olmur. Sağ olsun kənd təsərrüfatı da bizə gəmiriciyə qarşı zəhərlər verirlər. Biz də ondan istifadə edirik. Yenə də bir 20% hardasa qarşısını almışıq. Aqronom İmran Babayevin sözlərinə görə taxıl sahələrinin azı 40%-də sıçanabənzər gəmiricilərin sayı artıq iqtisadi ziyan vurma həddini keçib. Bu isə məhsul itkisi riskini xeyli artırır. Adətən hektarda 8-10 ədəd aktiv yuva varsa, bu təhlükəli hədd sayılır. Hazırda isə gördüyünüz kimi sahələrdə yüzlərlə, hektarda yüzlərlə aktiv yuvalar mövcuddur. Sıçanlar taxıla bir neçə cür zərər verir. Belə ki, onlar həm dəni daşıyırlar, eyni zamanda cücərtilərin köklərini yeyirlər və cücərtilərin özləri ilə də qidalanırlar. Nəticədə sahədə seyrəklik yaranır və bu da məhsuldarlığa istər-istəməz təsir edir. Rayon Bitki Mühafizəsi Mərkəzindən prosesin dağlıq meşə ətrafı ərazilərdəki dəmiyə sahələrində daha aktiv olduğu bildirildi. Mərkəz tərəfindən indiyədək 4000 hektara yaxın ərazidə sıçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilib. Biz bununla bağlı mərkəzi müraciət edirik və ona da qarşı sinkosit dərman preparatı göndərilir və biz bunu fermerlərə vaxtında çatdırırıq. Dekabr ayında 3088 hektar əraziyə biz sinkosit preparatı normaya uyğun paylamışıq. Qeyd edək ki, ötən yay mövsümündə Cəlilabadın taxıl sahələrindən 167.140 ton buğda və 423 tondan artıq arpa məhsulu tədarük olunub. Fermerlərin növbəti mövsümlə bağlı gözləntiləri də böyükdür. Məhz bu məqsədlə rayonda dənli bitkilərin əkin sahəsi ötən illə müqayisədə artırılaraq 68.000 hektara çatdırılıb. Zərərvericilərə qarşı görülən tədbirlər gözlənilən nəticəni verərsə, məhsul itkisinin qarşısını almaq mümkün olacaq.